Dünya bazarında qızılın bir unsiyası 3489 dolları keçib. Bu, bir gün ərzində 174 dollardan çox artım deməkdir. Məlumdur ki, qiymət artımının əsas səbəbi geosiyasi gərginliklər, inflyasiya narahatlıqları və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər hesab olunur. Ekspertlər deyir ki, hazırki iqtisadi və siyasi fon davam edərsə, qızılın qiyməti daha da artaraq 4000 dollara çata bilər. Təbii ki, bu qiymət artımı zərgərlik bazarına çox ciddi mənfi təsir edir. Çünki müəyyən alıcılıq qabiliyyəti var. Yəni qiymətlərin bu səviyyəyə qalxması alıcıların belə deyək planlaşdırdığı bir qism alışlardan imtina etməsinə səbəb olur və təbii ki, bazarın kiçilməsinə gətirib çıxarır. Bəli, başqa bir tərəfdən qızılın qiyməti artır deyə rəqəmlərdə biz o kiçilməni görmürük, ancaq istehlak qramla və yaxud kiloqramla çəki ilə götürsək, təbii ki, biz o kiçilməni görəcəyik. Belə bir məqamı nəzərə alsaq ki, dünyada hasil olunan, yəni istehsal olunan qızılın 50-52% zərgərlik məmulatlarının istehsalına sərf olunur və 40% belə deyək, qızılın yatırım aləti kimi nəzərdə tutulur, həm investorların, həm mərkəzi banklar tərəfindən. Bunu nəzərə alsaq, bu artım tempi nə vaxtsa səngiyəcək.